Hər vaxtınız xeyir olsun Sümnarə, sizi Suqovuşandan salamlayırıq. Hazırda olduğumuz Suqovuşan su anbarı Prezident Kuboku 2026 beynəlxalq reqatasına ev sahibliyi edir və yarışlar start götürüb. Bugün idmançılar 2 yaş kateqoriyasında 2008-2009 və 2010-11-ci il təvəllüdlü kateqoriyalarda mübarizə aparırlar. Onlar kanoe və kayak qayıqlarında mübarizə aparırlar. Azərbaycanı isə 57 idmançı təmsil edir. Hazırda yanımda idman jurnalisti Kənan Məstəliyev var. Biz onun fikirlərini öyrənəcəyik. Xoş gördük Kənan müəllim. Artıq ənənəvi şəkildə keçirilən bu reqata dəfələrlə Suqovuşan bu reqataya ev sahibliyi edir. İşğaldan azad olunmuş ərazilərə idmanın qayıdışı barədə nə düşünürsünüz? Belə bir fikir var ki, bir ölkənin, bir dövlətin bayrağını iki peşə sahibi qaldırır. Biri əskərlərdir, biri də idmançılardır. Bizim şanlı ordumuz Müzəffər Ali Başkomandanın rəhbərliyi altında bu torpaqları Azərbaycan bayrağını artıq gətirib sancmışdı. Yəni bu torpaqlar bir müddət əvvəl, bir neçə il əvvələ qədər işğal altındaydı. Şanlı ordumuz gəldi, burada bayrağımızı sancdı, torpağımızı işğaldan azad elədi. Artıq növbə idmançılardadır. Yəni idmançılarımız da burada, biz idmançılarımız da burada çıxışlar eləyərək, bura Azərbaycan bayrağını dalğalandıraraq bu torpağın elə tarixində bizim olduğunu, artıq bundan sonra da artıq idman beynəlxalq arenalarda da bizim olduğunu göstərəcəyi bir adımlar atmaqdadılar. Sevindirici andır. Yəni biz həm də bununla göstəririk ki, ehtiyac olanda, lazım olanda biz silah əmrimizdə torpağımızı işğaldan azad edə bilərik və sonra da sülh əmin-amanlıq gətirərək, idmançılarımızı burada idmana təbliğ eləyərək, sağlam həyatı təbliğ eləyərək Azərbaycanın hər iki tərəfdə gücünü göstərə bilirik. Biz adətən yerli idmançıların idman növlərində azlığından gilələnirik, narahatlıq keçiririk. Avarçəkmədə isə artıq kifayət qədər təmsilçimiz var. Hazırki yarışda 57 idmançı bizi təmsil edir. Bu idmançılar barədə nə düşünürsünüz? Yəni böyük gözləntilər gözləmək olarmı onlardan? Təbii ki. Ümumiyyətlə istənilən bir idman növündə hər hansı bir nəticə birdən-bir əldə edilmir. Birinci kəmiyyət olmalıdır, kütləvilik olmalıdır ki, həmən idmançılar say olaraq çoxalsın da, sonra mı artıq yarışlar və şərait qurularaq onlarda kəmiyyətdən keyfiyyətə keçidini təmin etmək olsun. Belə yarışların təşkili həmən bu kəmiyyətdən keyfiyyətə keçidə çox böyük təsir edir. Niyəsini deyim? Çünki adətən yarışlar ölkə xaricində olanda bu həmən yarışlarda bizim çoxlu Azərbaycanlı idmançıların çoxlu iştirakını təmin eləmək olmur. Təbii ki, uzaqdır, yol xərcləri və digər problemlər olur. Ona görə də belə yarışlar, xüsusilə də beynəlxalq yarışların və belə səviyyədə təşkil olundan sonra bu həmən idmançıların həm beynəlxalq təcrübə qazanmasına kömək eləyir, həm də Azərbaycanda olduğuna görə daha çox idmançımız iştirak edə bilir və bu təcrübəni əldə edərək qazanaraq artıq bunların içərisində ən yaxşılar seçilərək beynəlxalq yarışlar aparır və beynəlxalq yarışlarda da idmançılarımız təxminən eyni şəraitdə olduqlarına, eyni çətinliklər keçdiyini orada daha çox nəticə qazana bilirlər. Onu da düşünürəm ki, xüsusilə də 57 idmançı, yəni 100-dən çox idmançılarımızın yarışlarda, buna qədərki yarışlarda da, bundan sonraki yarışlarda iştirak eləməsi bizim beynəlxalq arenada artıq avar çəkmək və bu su idman növlərində də nəticə qazanmamıza təkan verəcək. Kənan müəllim, təşkilatçılıq göz önündədir. Necə düşünürsünüz? Biz ev sahibi olaraq bacarırıqmı ev sahibliyini, təşkilatçılığı? Mən düşünürəm ki, biz nümunəvi təşkilatçıyıq. Yəni bu istənilən mən bəzi həmkarlarımızla və yaxud burada iştirak edən yığma komandaların nümayəndələrinə də söhbət edirdim. Yəni həqiqətən elə sözlər deyirlər ki, yəni bəzən inanma olmur ki, həqiqətən də belədir. Yəni Azərbaycan idman ölkəsidir. Azərbaycan beynəlxalq yarışların digər idman növləri, bütün idman növlərində ən yaxşı təşkilatçı olduğunu sübut eləyib. Avropa oyunları, İslam oyunları, müxtəlif idman növlərində, dünya çempionatları, Avropa çempionatları, multi oyunlar digərlərində. Yəni Azərbaycanın ən yüksək səviyyəli idman təşkilatçısı ölkəsi olduğu hər ildə bir neçə dəfə sübut olunur. Mən düşünürəm ki, xüsusilə də əslində bir səhra şəraitindədir. Yəni bu xüsusilə Sərsəng su anbarında bu yarışın keçirilməsi, ilk dəfə keçirilməsi çox da möhtəşəm hadisədir. Bu işin bir tarixi tərəfi var. Yəni bu öz yerində, amma o şəraitdə orada bu yarışın beynəlxalq reqatanın startını oradan verilməsi bu təşkilatçıların ən yüksək səviyyəsi deməkdir. Ona görə də mən təbrik edirəm, yəni bu yarışın təşkilatçılarına həm bir vətəndaş olaraq, Azərbaycan olaraq təşəkkür edirəm, həm də bir idman jurnalisti olaraq təşəkkür edirəm ki, bizə də belə bir şərait yaradılar. Biz də onlardan nələrsə öyrənirik, beynəlxalq yarış
təcrübəsi toplayırıq. Ona görə də mən düşünürəm ki, sualınızı cavabla deyə bilərəm ki, biz ən yüksək səviyyəli təşkilatçılardanıq. Bundan sonra da daha böyük yarışların təşkilinə iddialıyıq, mən düşünürəm ki, keçilə də bilərik. Təşəkkür edirik Kənan müəllim. Xatırladım ki, müsahibim idman jurnalisti Kənan Məstəliyevdir. Biz sizə su qovşandan xəbər verdik. Prezident Kuboku beynəlxalq reqatası davam edir. İndi isə söz sizdədir. Mənim bu saata çatdıracaqlarım bunlar idi.